Erməni nazirdən yeni konstitusiya ilə bağlı açıqlama. Belə ki, bu tarixdə məhz Ermənistanda yeni konstitusiya hazır olacaq. Hansı tarixdə olacaq? Odur ki, bunu diqqətinizə çatdıracağıq. Bugün 4 fevral tarixli və gündəm xəbərinin efirində dünyadan bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, Ermənistanın yeni konstitusiya mətninin məhz yaxın 6 ay ərzində hazır olacağı bildirilir. Bu barədə çərşənbə günü keçirilən mətbuat konfransında ölkənin ədliyyə naziri Subuhi Qalyan məlumat verib. Nazirin sözlərinə görə işlərin yekunlaşdırılması mart ayına planlaşdırılıb və müəyyən edilmiş müddətlər isə dəyişdirilməyəcək. Mart ayında gördüyümüz işlərin yekununu çıxaracağıq. Əvvəlcədən müəyyən olunmuş qrafikdən kənara çıxmayacağıq. O vaxta qədər mətni hazır və dərc eləyəcəyik deyə nazir vurğulayıb. Qeyd edək ki, Ədliyyə naziri həmçinin bildirib ki, yeni konstitusiya mətninin yekunlaşdırılması məhz Ədliyyə Nazirliyinin əsas prioritet istiqamətlərindən biri olaraq qalır. Bu da mətbuat konfransında Ermənistan Ədliyyə Nazirinin Ermənistan konstitusiyası ilə bağlı verdiyi açıqlama.